Hamıya salam dostlar. Mənim qardaşım, kiçik qardaşım Hüseyn bərbərə gedib. Çünki o öz saçını kəstirməli idi ad günüsünə görə. Onun bugün ad günüdür deyə öz saçını kəstirir. Əvvəl öyrəşə bilməsə də sonradan sakit oturdu. Burada da şov göstərir. Burada artıq son aşamalardadır. Amma biraz qorxdu. Yaraşıqlı oldu ya. Hoppa, mənim yaraşıqlı qardaşım. Ad gününə hazırsan Hüseyn. Getdi evə. İstiqamət evə. Burada isə ağlamağa başladı. Deyəsən saç ona məlum olmadı, amma biz ona saçı çox yaraşdırdıq. İndi isə kurtkasını götürüb evə gəlir. Ağlamayla da döndü. Sağ olun dostlar, görüşənə.